Qafqaz İslam ordusu Azərbaycana gəlməsəydi, Cumhuriyyət neçə gün yaşaya bilərdi? Heç Gəncədən Bakıya gələ bilərdimi? Qars müqaviləsi imzalanmasaydı və Mustafa Kemal Atatürk, Kazım Qarabəkir Paşa və Veysel Paşa Naxçıvandan nə vaxt çıxacaq? Moskvaya göndərdi ultimatumda. Naxçıvan Azərbaycanın tərkibində qalmaqla. Və elə də oldu, qaldı. Və tarixin sonraki məqamlarında belə deyək ki, çünki Sovet dönemində ən çox bizi öyrədilən bühtancı tarix Osmanlı ilə bağlı olan tarixdir. Bununla bağlı bir misal gətirdim. Orta Asiya ilə bağlı, Mərkəzi Asiya ilə bağlı. Mənə belə gəlir ki, Özbək xalqının çox qədim bir tarixi var. Deyirəm, biz bir tədbirdirdik. Özbəkistandan gələn nümayəndə çıxış eləndə yanındakına deyirəm ki, Buxarada mən olmuşam, arxivə baxmışam, bircə dənə arxivi gəzmək 3 saat vaxt apardı. Sonra rəhbərlikdə nümayəndəti mənə dedi ki, ana müəllim, neynədir? Dedim, heç nə, niyə? Dedim, bir dənə gəzib qutara bilmədik. Bir dənə Buxaradakı o sənədləri. Dedim ki, Tiflisdə nə vardı? Tiflisdə getdim, 5 il oldum. 80.000 Zavqazda Müsəlman Ruhani İdarəsinin arxivini gətirdi. Ancaq ora minlərlə insan lazımdır ki, işləsin. Yəni, ortaq tarix yaratmaq üçün bütün mənbələri var. Və bu mənada mən belə fikirləşirəm ki, Tarix Fakültəsi həmişə olduğu kimi bu gün də uğurlu itlərə imza atıb, ortaq tarixi yaratmaq üçün arzu var, istək var. Azərbaycan dövlətinin bu istiqamətdə uğurlu işlər var. Azərbaycanın dövlət başçısının bizim ailəmiz Türk ailəsi deməklə, biz o Türk ailəsinin tarixini yaratmalıyıq.